Migren, qaymorit, sinuzit, bu tipli xəstəliklərdən əziyyət çəkənlər, ağrıdan gecə yata bilməyənlər, qonaq gedə bilməyənlər videoya sona qədər qulaq asın. Çünki sizə cəmi 2 manat 10 qəpiklik Vyetnam mazı ilə migretin, qaymoritin, eləcə də sinuzitin müalicəsini izah edəcəm. Amma əvvəlcə ekrandakı ürəyi zəhmət olmasa qızardın, eləcə də profilimin üzərində olan üstəgələ işarəsinə toxunun ki, video hər kəsin qarşısına çıxsın. Deməli, nə edirsiniz? Qaymorit və sinuzitdən əziyyət çəkən insanlar Vyetnam mazını gündə bir dəfə qaynar su götürürsünüz, Vyetnam mazını atırsınız, onun içinə həll edirsiniz. Həmin suyun buxarı ilə 3 dəqiqə dədalbaş su, dəsmalı atırsınız başınıza, 3 dəqiqə burnunuza həmin suyun buxarını çəkirsiniz, buraxırsınız. Yəni inqalyasiya edirsiniz. Migrendən əziyyət çəkən insanlar isə gündə 2 dəfə səhər axşam alnın orta hissəsinə Vyetnam mazını götürürsünüz. Bir balaca dairəvi şəkildə 5 dəqiqə əlinizlə hərəkət elətdirirsiniz. Bu müalicə üsulu həm qısa zamanda qaymoritdən, sinuzitdən, eləcə də migrendən yaranan ağrıları aradan qaldıracaq. Həm də həmin kristallaşmış iltihabın, eləcə də ki yaranan iltihabı aradan qaldıracaq. Ölkənin bütün apteklərində satışı mövcuddur Vyetnam mazının. Mən Azadçı Baloğlan, səhifəmi takip edin ki, hər zaman mənim videolarımdan yararlana biləsiniz.